Cinsi yolla yayılan xəstəliklər seriyasının ikinci xəstəliyindəyik. Bu xlamidiozdur. Xlamidiya bakteriyaları tərəfindən törənən bir xəstəlikdir və tam bir baş bəlasıdır. Təsəvvür edin ki, çanaq boşluğu və onun aşağısında yerləşən nahiyədəki bütün orqanlarda xəstəlik törədə bilər, iltihab yayıla bilər. Bununla da qalmır, ürəyin qapaqlarına gedib ürək çatışmazlığına səbəb ola bilər, gözə yayıla bilər, qaraciyər və onun ətrafındakı toxumalara yayılır. Yayılması isə yapışqan kimi bir şey olur. Yəni, məsələn, iki dənə yapışqanı bir-birindən araladığınızda o arada gördüyünüz xəttlər kimi orqanlar arasında da o cür yapışmalar əmələ gəlir. Və xüsusən də cavan qızlar da dediyim kimi, bu dünən dediyim qanariya infeksiyasında olduğu kimi uzun müddət öz simptomlarını göstərməyə bilir. Və bu cavan qızlar xəstəxanaya gedirlər müxtəlif qarın ağrısı şikayəti ilə. Daha sonra isə tutaq ki, tutub uşaqlığı və yaxud da yumurtalıqları tutub infeksiya, iltihabi proses olub və əgər gec xəstəxanaya çatarsa və o təsəvvür edin ki, qarında partlayarsa o infeksiya bütün orqanlara yayılır və cərrah təbii ki, ondan sonra qarın boşluğunu tamamilə yumaq məcburiyyətindədir. Çünki əks halda o həmin yapışqanımsı tekstura digər orqanlara da yapışır və orqanların bir-birinə yapışmasına, funksiyalarının pozulmasına və müxtəlif orqan çatışmazlıqlarına gətirib çıxara bilər. Digər tərəfdən dizə də yayılır, oynaqlara da yayılır, yenə oynaq iltihabları da törədir. Məhz buna görədir ki, çox baş bəlasıdır. Digər tərəfdən isə antibiotiklərə qarşı dözümlü bir bakteriyalardır bunlar. Çünki normal bakteriyalardan fərqli olaraq bunlar hüceyrənin içərisinə girirlər və orada daxil olub özlərini qoruyurlar. Yəni, hər bakteriya daxil olub hüceyrəni keçib onu məhv edir. Daha doğrusu, hər antibiotik hüceyrənin divarına keçib oradakı bakteriyanı məhv edə bilmir. Məhz buna görə də müalicəsi də, belə deyək ki, biraz uzun dərə olur. Və təbii ki, buna təsir edən xüsusi qrup antibiotiklər vardır ki, o antibiotiklərlə müalicə edilir. Amma dediyim kimi, özünü büruzə verənə qədər, şəxs ondan xəbəri olana qədər ki, həmin insanda bu infeksiya var, çox gec ola bilər və bir çox orqanların təhlükə altında qalır. Cinsiyyət orqanları da təhlükə altında qalır. Qadınlarda uşaqlıq boruları tutula bilər bu yapışqanımsı tekstura nəticəsində və uşaqlıq borularının tutulması da uzun müddət həmin qadında sonsuzluğa səbəb ola bilər ki, yəni hamilə qalmamağa ən azından səbəb ola bilir. Ki, yumurta hüceyrənin çünki ötürücülüyü yumurta hüceyrənin uşaqlıq borusunda fəaliyyəti pozulduğuna görə. Və bir də xüsusiyyətlərindən biri də limfa düyünlərini gedib tuta bilər. Xüsusən də kiçik çanaq boşluğunda cinsi orqanların ətrafındakı limfa düyünlərinin gedib tutulması nəticəsində limfanın, yəni limfa nədir? Deməli, limfanın əvvəla hərəkəti pozulur. Limfa nədir? Limfa bədəndə maye sistemlərindən biridir ki, məsələn, toxumalardakı mübadilədən sonra gələn mayelər limfa sisteminə gəlir, oradan da qan damar sisteminə gəlir və oradan da xaric olur bədəndən. Məsələn, limfa bizim belə deyək ki, bədənimizin filtr funksiyası rolunu oynayan bir orqan sistemidir. Limfa düyünlərində isə bu filtr prosesləri gedir, təmizlənmə işləri gedir. Limfa düyünlərindən məhz bu bakteriyalar gedir, tutur və limfa düyünləri artıq öz fəaliyyətini göstərə bilmir və proses xronikləşərsə əgər limfa düyünlərində çapıqlar əmələ gəlir və artıq limfa dövranı pozulur. Bu isə insanlarda fil ay xəstəliyi, yəni limfödemin yamılanmasına səbəb olur. Müxtəlif istər bir ayaqda, istər iki ayaqda iri, böyümüş şəkildə olur. Çünki limf sistemi, limfa drenajı pozulur həmin şəxslərdə. Və normal ailə qurmamışdan öncəki hansı ki insanlar test verirlər. Bu test sisteminə ki, onlarda yoluxucu xəstəlik var ya yox, məhz bu sistemə xlamidiya infeksiyası daxil deyil. Çünki bu infeksiyanın qanda bəlli olması üçün infeksiya yoluxmuş nahiyədən yaxma götürülür və xüsusi PCR dediyimiz üsulla onun DNT-si, bakteriyanın DNT-si aşkar olunur və bu da təbii ki, rutin müayinə deyil. Buna görə də aşkarlanmaya bilər. Ancaq yaxşı olar ki, profilaktik məqsədlə əvvəla bu xəstəliyin qarşısının alınması üçün cinsi əlaqə zamanı yenə də prezervativlərin istifadəsi çox mühümdür. Daha sonra öz partnyorun, əgər bir partnyor müalicə olunursa, digər də mütləq şəkildə partnyoru müalicə olunmalıdır. Yox, əgər sabit partnyor yoxdursa, son 2 ayda əlaqədə olduğu şəxslərə məlumat verilməli və onlar da müalicəyə cəlb olunmalıdırlar. Çünki dediyim kimi qanariya qədər
pis olmağı ilə qalmır, ondan da betər bir xəstəlikdir. Daxili orqanlara çox ziyan vurur. Sadəcə sidik cinsiyyət sistemini tutmur. Həmçinin dediyim o qaraciyər ətrafını tuta bilər, öd kisəsini tuta bilər, ürək qapaqlarına yayıla bilər, ürək çalışmazlığı, müxtəlif oynaq xəstəliklərlə gedir. Çox pis ağır gedişatı ola bilər və kişilərdə prostatı da tuta bilir. Tutan zaman isə prostatın iltihabı olur. Bu isə həmin xəstəliyə məruz qalmış şəxslərdə ayaq arasında ağırlıq hissi, sidiyə çıxma zamanı yanma, göynəmə ola bilər. Qadınlarda isə gonoreya infeksiyasında olduğu kimi daha həlim formada gedə bilər. Yəni qadın heç ondan xəbəri olmaz ki, onda bu infeksiya var, amma axıntı ilə özünü göstərir təbii ki. Buna görə də maariflənmək, qorunmaq, bu xəstəliklərdən qorunmaq çox önəmlidir. Baş bəlası xəstəliklər olduğu üçün. İzlədiyiniz üçün təşəkkür edirəm. Sabahları növbəti cinsi yollaşan xəstəlik haqqında da məlumat verəcəyəm.